Uşaqlar, bugün kitab üzərindən gedəcəyik. ABŞ 20-ci əsrin əvvəllərində. Biz eşitdik ki, Amerika 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində inkişaf dövründə idi. Bütün dünya ölkələrini geridə qoyurdu. Sənayeyə görə birinci yerdə idi. İkinci yerdə Almaniya, 3-də İngiltərə, 4-də isə Fransa dururdu. Yeni sənaye sahələri inkişaf eləyirdi və bunlarda trestlər yaranırdı. İnhisar birlikləri, şirkətlər birləşib trestdə belə yazıb, tərkibinə daxil olan müəssisələrin istehsal, satışı və hüquqi müstəqilliklərini itirdiyi inhisar forması. Xülasə trestlər qismən kiçik şirkətlər birləşirlər, böyük bir şirkət əmələ gətirirlər. Trestlər böyük şirkətlərdir. Məsələn, ABŞ-da John Rockefeller var idi ki, neft sahəsi üzrə Standart Oil'un ilk tresti idi və Birinci Dünya müharibəsi ərəfəsində dünyada ən böyük neft inhisarlarından birinə çevrilmişdi. Hətta buna el arasında cənab milyarder deyirdilər, öz adı ilə çağırmırdılar. 1900-1903-cü illərdə dünyanın iqtisadi böhran bürüyür. Amerika hökümdarı böhrandan çıxmaq üçün müəyyən yollar axtarır. Əsas yollar axtaran da Theodore Roosevelt ilə Woodrow Wilson olub. 1900-cü ildə siz bilirsiniz ki, ABŞ-da 2 dənə partiya var idi. Bir demokratlar, bir respublikaçılar. Hakimiyyətə zaten birinci demokratlar yaransa da 1828-də, 1854-də də respublikaçılarda hakimiyyətə gələn birinci respublikaçılar olmuşdu. Abraham Lincoln'la 1860-cı illərdə. 1900-cü ildə prezident seçilən respublikaçı McKinley sui-qəsdən öldürülür. Sui-qəsdən öldürülən ABŞ-ın 3 dənə prezidenti var. Bunun biri elə McKinley'dir, biri John Kennedy'dir, əsrin cinayətində 3 dənə prezident tanıyırıq. Biri də Abraham Lincoln'dur, teatrda öldürülüb. Daha doğrusu birincisi Abraham Lincoln'dur, sonra McKinley'dir, sonra da John Kennedy'dir, o növbəti dərslərdə işləyəcək. Və McKinley öləndən sonra Theodore Roosevelt, vitse-prezident olan Theodore Roosevelt prezident səlahiyyətlərini icra edir. 2 dəfə prezident seçiləcək Theodore Roosevelt 1901-dən 1909-a qədər prezident olub. Birinci prezidentliyi 1905, ikinci prezidentliyi isə 5-9-cu illəri əhatə eləyir. Deməli, baxaq birinci prezidentlik dövründə nə var? O, böhranın səbəbini iri trestlərdə görürdü. Deyirdi, şirkətlər böyüdükcə dövləti tanımırlar. Birinci problem budur. Bunları əleyhinə qanun vermək lazımdır. Bunların çox güclənməsinə şərait yaratmaq lazım deyil. Hər şeyə dövlət özü nəzarətləməlidir. İlk dəfə olaraq dövlət tərəfindən nəzarət gücləndirildi. Sonra ikinci prezidentlikdə, birinci prezidentliyi trestlər əleyhinədir, dövlət nəzarətinin gücləndirilməsi. İkinci prezidentlik dövrü isə o deyirdi ki, Cənubi Amerikanı, Latin Amerikanı nəzarətdə saxlamaq üçün böyük dəyənək siyasətinə istifadə etmək lazımdır. Böyük dəyənək də təbii ki, ad üstündə dögülərək, zorla Latin Amerikasını itaətdə saxlamaq lazımdır. Və onun əsas məqsədi ondan ibarət idi. Həm də beynəlxalq polis rolunu oynayırdı. Bunun da əsas istiqaməti xarici siyasətdə özünün hegemonluğunu təmin eləmək idi. Ona görə də o deyirdi ki, məndən başqa hər hansısa bir qüvvənin güclənməsinə ölkədə, dünyada yol verməməliyəm. ABŞ dünyada söz sahibi olmalıdır, Latin Amerikasında böyüklük eləməlidir, Çində və Asiya ölkələrində ağalıq eləməlidir və demək olar ki, bütün dünyanın ağası olmalıydı. Yəni, həm Latin Amerikasında, həm Avropada söz haqqı olmalıdır, həm Çində, həm də Asiya ölkələrində öz ağalığını eləməlidir. Keçirik William Taft'a. William Taft'ın bir dənə cümlə işləyirəm, dollar diplomatiyası. Bunda deyirdi, Latin Amerikasına dollarla borc verirsən, sonra borcunu sənə qaytara bilmir, səndən asılı yarım müstəmləkəyə çevrilmiş olur. 4 il prezident olub. Sonra Woodrow Wilson gəlir. Woodrow Wilson 13-cü ildən, yəni 12-nin sonu seçilib, 13-cü ildən 21-ci ilə qədər prezident olacaq. Demokratlar partiyasının olacaq. İlk demokrat partiyasının olan budur. Yəni, bu yerə qədər eşitdiyimiz prezidentlərin hamısı Respublikaçılar partiyasındandır. George Washington və Thomas Jefferson istisna, eləcə də Monroe. Bundan 3 istisna, çünki onların dövründə hər hansısa bir partiya yox idi. Ondan sonra Abraham Lincoln'dan başlayıram, McKinley'dir,
Theodore Roosevelt'dir, William Taft'dır. Bunlar respublikaçıdır və ilk Demokrat Partiyasından Woodrow Wilson adını eşidirik. Ona görə də onun dövrü yeni demokratiya dövrü kimi xarakterizə olunur. Maliyyə, bank, gömrük sahəsində islahatlar keçirtdi, dövlətin nəzarətini gücləndirdi. Bunu kimi Theodore Roosevelt kimi trestlər əleyhinə qanun imzaladı. Konstitusiyaya 3-cü əlavəni elədi. Birinci 1791-də idi. Söz vicdan azadlığı, qanunsuz həbslər. İkincisi 1866 bərabərlik. Üçüncüsü də 1913-cü ildə idi. Senatoru xalq seçəcək. Sizin yadınızdasa biz konstitusiyaya əsasən deyirdik qanunverici olan konqres, yuxarı və aşağı palata var idi. Aşağı palatan xalq seçirdi, yuxarı palatan isə konqres özü seçirdi. İndi senatorları xalq seçəcəkdi. Eləcə də Birinci Dünya müharibəsində Woodrow Wilson fəal bir dövlət olub, müharibənin sonlarına yaxın müharibəyə girəcək və oradan böyük qazanc əldə eləmiş bir dövlət kimi çıxacaqdır. Bu bizim Amerika haqqında məlumatımız. Xronologiyası da öz yerində əzbərləyəcəksiniz. Məsələn, burada Monroe bilirsiniz də deyirdi, dünya iki hissədən ibarətdir. Avropa və Asiyada, Amerikadan heç kim işinə qarışmasın. Bizi çox oxşadıb, deyir. Hər ikisi Latin Amerikasını ağalıq eləmək uğrunda idi. Hər ikisi Amerika nüfuzunun genişlənməsinə şərait yaradırdı. Növbəti bir dərsimiz isə 19 və 20-ci əsrlərdə, sonu 20-nin əvvəllərində dövlətlərarası münasibətlərdən gedir söhbət. Burada biz birinci dünyanı öyrənmək üçün baxmalıyıq ki, dövlətlər arasında münasibət necədir? Məsələn, şərq məsələsi deyəndə ağlımıza nə gəlir? Həm 18-ci əsrdə, həm 19-cu əsrdə, yəni Yekaterina və 1-ci Aleksandrın dövründə Osmanlıya zərbə endirmək üçün şərq məsələsi var idi ki, Osmanlının ərazilərini işğal etmək, onun torpaqlarını, İstanbul və onun boğazları ələ keçirmək, sonra Osmanlı bir dövlət kimi silmək. Amma nə baş verir? Krım müharibəsi olur 1853-56-cı illərdə. Krım müharibəsində ilk addımlarda Osmanlı məğlub olsa da Avropa dövlətlərinin köməkliyi ilə Rusiya məğlub olur. Çünki Rusiyanın Balkanlarda möhkəmlənməsi Avropa dövlətlərini narahat eləyirdi. Osmanlı Almaçay döyüşündə qalib gəlir və Rusiya məğlub olur. Və Osmanlı qalib gəlsə də biz sülhün şərtlərini necə görürdük? Deyirdik ki, sülhün şərtinə görə Qara Dəniz bütün hərbi gəmilərə bağlı oldu, ticarət gəmilərinə açıq oldu. İlk dəfə olaraq Osmanlı Avropa dövlətlərindən borc aldı. Təzminat söhbəti Ədirnədədir, borc almaq söhbəti isə Parisdə idi və Paris sülhünə görə ilk dəfə olaraq borc almış oldu. Sonra bir də xülasəsinə, yəni qısa bir gedişatına baxırıq. Qeyd etdiyimiz kimi Qara Dəniz ticarət gəmilərinə açıq oldu, sonra hərbi gəmilərə bağlı oldu və burada sizin öyrənmək olduğunuz nədir? Osmanlı və Rusiya biri-birindən aldığı torpaqları qaytardılar. Tutaq ki, Rus Osmanlıdan Qarsı almışdı, Osmanlı da Rusdan Sevastopol almışdı. Qarsı Osmanlıya, Sevastopolda Rusa qaytarıldı və ya heç ərazilərin adını verməzsə, deyər ki, iki dövlət bir-birindən aldığı torpaqları qaytardı. Bir də əsas Bessarabiya söhbəti var idi ki, burada Bessarabiyanın Cənubu Osmanlıya verildi. Bəs deyərsiniz ki, Bessarabiya kimin əlində idi? Rusiyanın. Nə vaxt alıb bunu? 1812-ci ildə Buxarest sülhü ilə Valaxiya və Moldova Osmanlıya qalmışdı. Dunay çayında Rus üzməyə başlamışdı. Bir də Bessarabiya verilmişdi Rusa. 56-da onun cənubunu qaytardı Osmanlıya. Sonra 1877-78-ci ildə yadınızdadırsa Əbdülhəmidin dövründə, bu tərəfdən də 2-ci Aleksandrın dövründə Rusla Osmanlı arasında növbəti bir müharibə olmuşdu. Həmin müharibə Berlin, San Stefano'da deyə bilirik buna. Berlində deyə bilirik. Berlin Konqresinin qərarı ilə Bolqarıstan 3 hissəyə bölünmüşdü və ya Bolqarıstana muxtariyyət verilmişdi. Eyni cümlələrdir. Serbiya, Çornoqoriya, Ruminiya müstəqillik verilmişdi. Qarsayda Hambaxum Rusa verilmişdi. Rumeli, Makedoniya və Bəyazid Osmanlıya verilmişdi. Kipr İngiltərəyə, Bosniya və Hersegovina isə Avstriya Macaristana verilmişdi. Amma Avstriya Macaristan neynədi? 1908-ci ildə Bosniya və Hersegovinanı işğal elədi. Bu da hələ həmin şərtlər idi dedik sizə. Gəlirik Bismarck. Yəqin ki, Almaniyada Bismarckın adı yadınıza düşür. 1862-ci ildə gəlib Almaniyaya, məqsədi Almaniyanı gücləndirmək idi. Birinci Avstriyadan istifadə edib 64-cü ildə Danimarka məğlub edib Şlezvig və Holstein alır. Şimal sərhədlərinin təhlükəsizliyini təmin eləyir. Sonra Avstriyada bu ərazilərdən pay verməli idi, verməyib. 1866-cı ildə
Avstriya ilə müharibəyə girir. Sadova döyüşündə Avstriyanı məğlub eləyir və Avstriyanı Alman ittifaqından çıxarır. Avstriyada gedir 1867-də Macarıstanla birləşərək Avstriya Macarıstan imperiyasını yaratmış olur. Hələ bura müharibəyə girməmişdən əvvəl Avstriyanla o Fransada onu elə bir ki, ümumiyyətlə Almaniyanın rəqibi kim idi? Avstriya idi, Rusiya idi, bir də Fransa idi. O dövləti gücləndirmək üçün Otto von Bismarck qan və dəmir yolu ilə fikirləşirdi və bunların üç dövlətin üçünü də təhlükəsizliyini belə deyək, təmin eləməli idi. Rusiya ilə danışıqlar aparıb yoluna qoydu. Bəs necə apardı bu danışıqları? Avstriya Rusiya ilə müharibə eləmək istirdi. Almaniya buna şərait yaratmadı. Bununla da Rusiyanın təhlükəsizliyini təmin elədi. Sonra Avstriyanın özü müharibəyə girməmişdən əvvəl getdi Fransanın bitərəfliyinə nail oldu. Getdi Avstriyanı məğlub elədi. Siz də deyirsiniz, niyə bəs Fransa buna razı oldu? Çünki Fransa elə düşünürdü ki, Almaniyanın Avstriya dalaşıb zəifləyəcək. Fransa da bundan istifadə edəcək. Amma nə oldu? Almaniya Avstriya məğlub edib sıradan çıxartdı. Sonra Fransanın Sedan fəlakətində də Fransanı məğlub elədi və bununla da Almaniya öz güc tarazlığını qorudu. Hətta hökmdar istədi ki, gedib Viyananı tutsun Avstriyanın paytaxtını, amma Otto von Bismarck qoymadı. Niyə? İstəmirdi ki, Avstriyanın tam gücü itsin. Ona görə ki, Avropada tarazlıq pozular deyə. Avropanın tarazlığı pozulmasın deyənə. Ona görə Avstriyanın paytaxtının tutulmasına razı olmadı. Ələxüsus burada İngiltərə var. İngiltərənin də güclü dövlət olduğunu nəzərə alaraq istəyirdi ki, Avropada tarazlıq pozulmasın. Onun əsas məqsədi Fransanı müharibədən çıxarmaq idi. Sonra İşlər İttifaqının Antanta. Otto von Bismarck Almaniya imperiyaya çevriləndən sonra 71-ci ildə getdi Avstriya ilə birləşdi. Sonra İtaliyada bura qoşuldu. 1879-82-ci illərdə yarandı Üçlər İttifaqı. Antanta blokudakı 1904-də İngiltərə ilə Fransa, 1907-də də İngiltərə ilə Rusiya Peterburqda bir araya gələrək iki dənə böyük qrup yarandı. Həmin qrup neyniyəcək? Başlayacaqlar biri-birinə Birinci Dünya müharibəsində dalaşmağa. Eləcə də İngiltərə ilə Rusiyanın mövqeyinə yanaşaq. İngiltərə ilə Rusiyanın mövqeyinə baxaq. Onlar da şərq torpaqları uğrunda bir-biri ilə düşmən idi. Əfqanistan üstündə məsələn. Demək, İngiltərə ilə Rusiyanın maraqları Əfqanistan üstündə toqquşurdu, amma nəticə yoxdur. Sonra İngiltərə neyniyəcək? Hindistan ərazisinə yiyələnəcək. Rusiyada Hind okeanına çıxmaq istəyəcək. Bəs İngiltərənin Fransa ilə problemi nə idi? Afrika torpaqları uğrunda. Söhbət 19-cu əsrdən gedir. 20-ci əsrdə isə bunun arasında Antanta imzalananda Misir İngiltərəyə, Mərakeş isə Fransaya qalacaq. Zaten bunları bilirsiniz. Balkan dövlətlərini qayıdış edirik. Bunlar bizim üçün Balkan dövlətləridir. Yunanistandır. Yunanistandan yuxarıda Albaniya knyazlığıdır. Birinci Balkan müharibəsində müstəqil olub. Ondan da yuxarıda Serbiyadır, Bolqaristandır, Rumıniyadır. Bax, bu Balkan dövlətlərinə xüsusi bir diqqət yetiririk. Yunanistan, üstündə Albaniya, Serbiya, Bolqaristan, Rumıniya. Bu dövlətlərin arasında problem yaranacaq. Birinci Balkan müharibəsi olub Osmanlıya qarşı. Bilirsiniz bunu. Osmanlı məğlub olub. Osmanlının əlində olan Albaniya Birinci Balkan müharibəsindən sonra müstəqil olub. Osmanlı da buradakı Ədirnəni itirib. Bax, bura Ədirnə görsə Avropaya Osmanlının girişidir. Ədirnəni itirib. Bəs ikinci Balkan müharibəsi kimə qarşıdır? Bolqaristana qarşı. Rumıniyadır, Serbiyadır, Çernogoriyadır, Yunanistan da birləşiblər Bolqaristana qarşı. Bolqaristan məğlub eləyəndə fürsətdən istifadə edən Osmanlı Ədirnəni qaytarıb. Eləcə də Bosniya-Herseqovina da bir yağ dedim sizə ki, 1908-ci ildə demək, Avstriya Macarıstan işğal eləyib. Gələn dərsimiz olacaq Birinci Dünya müharibəsi. İngiltərənin daimi dostu və düşməni yoxdur. Daimi mənafeyi var. İngiltərə bayrağı deyirik ki, İngilis bayrağı. İngiltərənin dostu düşməni yoxdur. Kim onun xoşuna gəlirsə, onunla da əlaqələr qurur. Kim onun işinə yarayırsa, onunla da əlaqələr qurur.